24 saat ChatGPT məni idarə edir. Məni bugün nə bekləyir? Hər kəs salam, mən Leyla və əgər bu videonu açdısa axıracan baxın, maraqlı olacaq. Deməli qızlar, bugün biz belə video çəkirik, challenge demək olar. Bir günümü ChatGPT idarə edəcək. Ona görə başlayaq. ChatGPT yazaq. Neyim səhər duranda. Sizə burada qoyacağım belə video keçir. Sabah 9-da durmaq. İndi hal-hazırda 9:09-dur, yəni 9 dəqiqə ona işləmiş. Sen bilirsin prenses. Dedi ki musiki qoş. ChatGPT musiki qoş. Manifestin rüya mahnısını. Tadam! Yuduq qızlar. Neyse manifest mahnısını da qoşdum. Yəni gedək o birisi işlərimiz də var. Çox sağ ol ChatGPT, bir yaxşı şey dedi. Qızlar gedək pencərəni də açaq. ChatGPT deyib ki, ab-hava olsun burada. Bunları geyinək. Qızlar sizin ChatGPT-niz mənə dedi ki, get qız idman elə, ona görə gedək. Bu arada hava çox qəşəng. Şəpiklə gedirik. Həqiqətən çox qəşəng hava var. Yəni yazaq deyə dedi ki, nə istəyirsən elə, yəni dans elə. Rəqs et dedi, amma burada necə rəqs edəcəm? Ona görə idman edir. Qızlar adi idman. Bu bizim burada neyir? Neyse. Abi geldiler abi. İndi qızlar, yəni səhər yeməyi vaxtıdır. Yeməyə oturdum, baxaq görək ChatGPT bizə nə yazır. İstədiyini ye, amma zilalı olsun. Şor yeyəcəm. Əlbəttə ki, bizdə şora, yəni belə yazdım. Burada qoyacağım əslində. Neysə, gedək yeyəcəm. Çünki mən getməliyəm. Ay Allah, bu ki musiqiyə görə komissiya gəlir. Bu komissiyanı görən olmayıb heç. Siz görmüsünüzsə, yəni yorumlarda yazın. Çox belə nadir bir şeydir. Qızlarım, indi ChatGPT-yə yazdım. Dedi ki, biraz aktiv ol. İndi ona görə gedək. Bir dənə belə crazy ideya. Yəni, qardaşımla futbol oynayacağım. Sizə də çəkəcəm. Məncə bundan crazy fikir yoxdur da. Daha gedək. Qızlar, mən gəldim. Yəni çox super oynadık. İndi qardaşım kursa get. Mən isə ChatGPT-dən soruşdum, amma sizə yəni qoyacağım da bura videonu ekrana. Dedi ki, biraz evi yığışdırmamaya kömək et. Ona görə birlikdə evi yığışdıracağıq. İndi göstərəcəm nəyi yığışdıracağım. Gedək. Tadadadam. Bunu aparaq mənim otağıma. Ya da buradan başlayaq hələ. Ashara keçinə tapışkanı yemək istəyirsən? Yaxşı. Qızlarım, artıq buketi zakaz elədim. İndi mağazına gedirik, sonra qayıtanda buketi götürəcəyim. Bunu da özümüz aldım. Evə qayıtanda sizə göstərərəm. Qızlar buketi aldı. Hal-hazırda nələmizlə gedirik. Qızlar, müəllimlər günüdür deyə musiqi müəllimə belə bir hədiyyə elədim. Qızlar, indi bütün işlərimi görəndən sonra ChatGPT-yə yazacağım ki, qızlarım, ulduzlarım bu momentə çatmışsınızsa, yəni video heç olmasa biraz maraqlıydı. Sizə bir xahişim var. Bu videonu axıracan baxın və abunə olun. Çox şad olaram. Hamınızı öpürəm. Video biraz maraqlı olsun deyə nəsə maraqlı yazsın mənə, onu eləyəcəm. Başlayaq. İndi qızlar ChatGPT yazdı ki, TikTok lifehacklarını yoxla, yəni sına. Buna baxın. İndi gedək YouTube'da açaq. Bir dənə maraqlı TikTok, yəni lifehacklarını və sınayaq onları.
Qızlar, gördüyünüz kimi açdım, amma ingiliscə açdım. Onsuz da orada dil fərqi yoxdur da, yəni. Adi lifehackdır. Qızlar, indi bir dənə lifehack tapdım, burada qoyacağım. Yəni, əgər biz butulkanı bir salfetka ilə bağlayacağız, oradan su tökülən deyil. Gəlin, sınayaq bunu. Bəsdir. Qızlar, fikirləşdim, burada eləyim. Bağladım. Yəni, gördüyünüz kimi su tökülmür, heç tökülmür. Yəni, bu lifehack işləyir, doğrudan da işləyir. Onda krışka içsə bunu eləyəcəm axı. Ay, nə yaxşı. Hə, biraz tökülür uşaq. Daha salfetka nə qədər dözsün. Axı işləyir bunlar. Qızlarım. İndi özümə şora qızartacağım. Bunu da göstərəcəm. Çünki ChatGPT dedi ki, bütün Ay Allah. Yəni, bütün elədiyin şeyləri takipçilərə göstər. Qızlarım hazırdır, stəkanıma da baxın. Yeyib gəlirəm. Qızlarım, mən ChatGPT deyən kombini geyindim. Yəni, ona yazmışdım ki, belə köynəyim var, belə şalvarım var, nəyi geyinim. Bunu seçdi. Axı, çox xoşuma gəldi. İndi isə saçımı seçəcək. Saç modelini, baxaq nə deyəcək. Topuz istəyirəm, baxarıq da. Qızlarım, bura qoyuram. Onun yazdığı şeyləri. Ona Lumi deyirəm. Qızlarım, gördüyünüz kimi dedi, rahat bir şey. Ona görə topuz rahat deyil, yəni mənim üçün. Hazırdır. Qızlarım, gecikirəm, sizə göstərmədən onun yazdığı şeyləri bu sumkanı seçdi, gedək. Qızlar, indi bir dənə Mırta üçün soruşaq, piyada gedək, yoxsa maşınla. Bu isə kitabımdır, bununla məşğul oluram. Bura qoyuram. Dedi, maşınla get, ona görə maşınla gedəcək. Hazır maşın da var. Qızlar, kursdan gəldik, biz paltarı geyindim, ev paltarı. İndi dərs masamı göstərəcəm sizə, ona görə başlayaq. Hal-hazırda belə vəziyyətdədir. Bunları yığışdıraq. İngilis dilini edirdim, çünki ingilis dili kursunda idim. Yığışdıraq bunları. İndi ardından hər şeyi göstərəcəm sizə. Bu birinci polkadır. Burada şey var, hava plastilini. Bunu göstərmişdim sizə. Belə bir şey düzəltmişdim ondan. Heç nə yoxdur burada. Sonra belə bir şeylər. Bu flamaster zadı. Bunu yəni götürüb çəkirəm. Hələ arxada da var bunlardan. Hələ. Bunlar da qızlarım, kurs dərslərimdə musiqi zad gündəliyəm. Bu albomumda çoxlu rəsmlər var. İstəyirsinizsə onlara da bir göstərə bilərəm də, yəni, amma ayrı videolarda. Burada isə məktəb kitabları, yəni heç nə maraqlı yoxdur. 9-cu sinifəm. Ay, bu polka çox maraqlıdır, yəni çox qəşəng bir şeylər var. Yəni qızlar, gördüyünüz kimi ChatGPT yazdı ki, pəncərəni açaq, biraz hava gəlsin evə. Açaq da. Açdım qızlar, indi isə bayıra çıxaq, biraz hava qəbul edək. Qızlar, gedirik, gedək. Burada necə qəşəng görsənirsə. Bunu görürsünüz. Bunu tam bir həftə eləyirdim. Deyə bunu. Ya Allah. Halı koymuştum. Elim yandı. İndi evi yandırması yaxşı olur. Estağfurullah. Maraq üçün bir dənə soruşaq ona, nə video çəkim bundan sonra. Çünki yorumlarda yazmırsınız. Və qızlar, kim məni baxırsa yorumlarda yazın. Çünki yorumları oxuyuram. Siz yazan videonu çəkəcəm, yəni. Soruşaq.
Ürəkdən deyirsənmi? Bura baxın, yəni. Bir gün qardaşına yalnız bəli deyir. Qardaşım qulaqlardan uzaq, ancaq qardaşıma hə deyəcəm. Yəni video maraqlıdır, amma nələr deyəcək, nələr olacaq orada. Və hələ videonu gözləyirsinizsə, yəni yorumlarda yazın, çəkəcəm. Neysə, gedək biraz toxuyaq. Çünki ChatGPT mənə yazdı ki, istirahət edin. Güya mən deyiləm də istirahət telefonda ancaq deyən. Neysə. Heç axotum yoxdur kinoya baxmağa, onu görəm. Yəni kinonu qoşacağam, amma baxmayacağam. Təkcə qulaq asacağam. Onsuz da toxuyuram, toxuyanda da baxa bilmirəm. Yəni o qədər yaxşı toxumuram da, yəni. Toxuyanda ancaq video xoşunuza gəlirsə abunə olun, hamını öpürəm, iyi gecələr.